Ermənistan tərəfi anlayır ki, Azərbaycan bir qarış belə olsun torpağı geri qaytarası deyil. Və xüsusilə də şərti sərhəd boyu ərazilərdə Azərbaycan Silahlı Qüvvələri möhkəmlənibdir. Bütün strateji nöqtələr Azərbaycan Silahlı Qüvvələri nəzarətindədir. Hətta elə ərazilər var ki, ermənilər oradan kilometrlərlə geri çəkilməlidirlər. Müxtəlif xəritələrlə biz müqayisə etdikdə və baxanda görürük ki, Ermənistan tərəfi həqiqətən də hələ çox şərti sərhəddən geri çəkilməlidir. Ancaq çox təəssüflər olsun ki, Ermənistan tərəfi bunu bildiyi halda məhz həmin mübahisəli ərazilərdə müdafiə istehkamları quraşdırıblar. Eyni zamanda həmin ərazilərdən lazım olacağı təqdirdə hücuma keçməyi də planlaşdırırlar və xüsusilə də bəzi strateji ərazilər var ki, ermənilər onu ələ keçirtmək niyyətindədirlər. Bilirlər ki, danışıqlar yolu ilə bu mümkün olmayacaqlar və onlar hər an fürsət gözləyirlər ki, bu cür toqquşma olacağı təqdirdə Azərbaycan tərəfinin hansısa bir özləri tərəfindən törədilmiş təxribatda şirnikdirib özlərinə qarşı çəkəcəyi təqdirdə, hər hansı bir toqquşma olacağı təqdirdə onlar ümid edirlər ki, hücuma keçib həmin strateji nöqtələri götürə bilərlər. Bu baxımdan da onlar məhz həmin variantlar üzrə də hazırlıqlar görürlər və bu atəşkəsin pozulmasının da bəlkə də bir səbəbləri də budur. Çünki onlar son dövrdə yalnız müdafiə xarakterli yox, hücum məqsədləri ilə də silahlar əldə ediblər. Xüsusilə Fransanın onları ötürdükləri silahlar hücum məqsədlərində istifadə edilə bilər və o strateji nöqtələrin əldə edilməsi də Ermənistanın hədəflərindən biridir. Azərbaycan bunları çox yaxşı bilir. Ermənistanın bütün addımları oxunur və onların qarşısı alınıbdır və alınmağa davam edir. Biz səbirlə prosesləri gözləyirik. Hər bir yerdə bilirsiniz ki, onlar Avropa İttifaqı müşahidə missiyası tərəfindən bizi müşahidə edirlərsə, biz özümüz həm yuxarıdan, həm havadan, həm yerdən, hər yerdən onları izləyirik. Onların bütün hərəkətləri tam nəzarətdədir və biz lazım olan dairələrə bütün məlumatlara çatdıra da bilərik. Bəlkə də xüsusi yerlərə bu məlumatlar ötürülür ki, Ermənistan tərəfi təxribata hazırlanır. Və bilirsiniz ki, Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə açıqlamalar verilir ki, Ermənistanın bu cür silahlandırılması növbəti münaqişə ocağının yaranmasına gətirib çıxara bilər. Mən inanıram ki, Azərbaycan tərəfi qətiyyən imkan verməyəcək ki, bu cür toqquşma baş versin. Yox, əgər Ermənistan tərəfi bunda israrlı olacağı təqdirdə Azərbaycan Silahlı Qüvvələri bunun qarşısını mütləq alacaq.